Çox sağ olun ki, işte vaxtda gəldiyiniz için, hər biriniz olmuyor, bir də yay əlasından, həm də təsərrüfatlarından, hamısını insanların özünə başa danışır. Bir daha dəvət minnətdarlıq bildirirəm. Eyni zamanda Zahidlər Rayon İcra Hakimiyyətində İləman Xanım'a təşəkkür edirəm. Biz Azərbaycan Respublikasının Hökumət Dövlət Dəstək Agentliyinin bir layihəsi var. İnsan hakları mübarizə və insan hüquqları müdafiəsi üzrə ictimai müdafiə layihəsini icra edirik. Ona görə də ilk öncə bu layihənin icrasına bağlı təşəkkür edirəm. Xəyalanlandırım və istəyirəm xəyalanlandırım icra etmək Çox sağ olun, təşəkkür edirəm mənim. Deməli, xanımlar, bir daha mən də sizə təşəkkürümü bildirirəm bu istidən. Dəvətimizi qəbul edib gəldiyiniz üçün insan hüquqlarının müdafiəsidir mövzusudur. Biz sizlərlə mütəmadi olaraq müxtəlif mövzularda görüşürük, toplanaraq tədbirlər təşkil edirik. Olaraq hüquq sosial yardım və maarifləndirmə ictimai birliyidir. Burada belə deyək, düşünürəm ki, narkomaniyadır, ünlü radikalizmdir, erkən evlilikdir, insan alveridir, sosial şəbəkələrdən istifadə edən ən az yaşlıların psixologiyasına o qədər güclü təsir edir ki, bizim rayonumuzda 3 kənddə 3 nəfər polis şöbəsi qarışdır, iş qaldırıldı, bütün video görüntülər götürüldü, bu kamera çəkilişləri və axırda biz uşaqlarla oynandı. Bir müsəmsili var, bir nəfər başqa bir sosyal xəstəliyi var, ondan bağlı, ondan da xüsusi diqqət var. Bu evin böyük qızının ağzına deyərsə ki, məni oğurlayırlar, bu zaman buna xüsusi diqqət ayrılacaq, buna xüsusi ki, onun bir kəlmə evə gəlib özünü əzizləndirmək üçün deyəcək, gördüyünüz şahidi hesaba səbəb olacaq. Amma uşaqlarını hazırlığa göndərən valideynlər, heç kim həmin gün hazırlığa qalmışlar. Yəni, bu sosial şəbəkələrə baxanda uşaqlar o qədər psixolojik problem yaranır ki, bir oraya uşaqlarına sunmaları yoxlanırdı. Rəqət çıxdı ki, 2 nömrədə uşaq oğurluyurlar, polis də gəlir hətta. Yəni, biz biraz nedik olduğunu sevirik. Hələ də eşitdiyinin üstünə bir az niyə ağzından olur? Çünki həmin əlbədə televiziyada, kəndlərin birində qoydan, bir dənə kişi, bir dənə azəşdir, polis şöbəsindən biz monitorinqə getmişdik. 2 nömrəli uşaqları da gedir, yaxşı bir quruşunun səfəri, buradan kimsələri dağılırdı. Şimdi uşaqlardan başqalardan baxan yaşlı 2 kişi uşaq olur. Nə qədər arasını düşünürəm, nə bir uşaq olur yalnız. Bundan sonra da inşallah olmasın. Sizə də təşəkkür edirəm ki, artıq bir necə rayon seçildi, rayonlardan da bir bizə rayonuyur. Gəldiniz rayonumuza. Mən bir təşəkkürümü də Ailə Uşaq Dövlət Komitəsinin Zərdab rayon Ailə və Qadın Uşaqlar Dəstək Mərkəzinə rəhbər Ləman xanımın bildirməsi və istərim Ləman xanımın ona bağlı üçün bizə məkanı təşkil edən Gənclər evinə, Gənclər İdman Nazirliyinin, yəni burada rayonumuzda Gənclər İdarəsinə öz təşəkkürümüzü bildiririk. Və rayon icra hakimiyyətinin də burada böyük bir təşəbbüsü vardır. Üzvüdür. əvvəl səhv olmuş. Səhv olmuşdunuz, hə? İndi üzvüsünüz Yox, hələ ki, tam hə. İndi hal-hazırda həm daxili işlər nazirliyində, insan hallarında və polisiya üzvüyyə, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin İctimai Şura üzvüyyə və digər ictimai sektorda fəaliyyət göstərirəm və eyni zamanda rayon icra hakimiyyətlərinin humanitar siyasətçilər şöbənin Gənclər İdman sektoru ilə bir yerdə belə insan alverili, məişət zorakılığında, yəni bilirsiniz ki, mütəmadi dövlət proqramları artıq olaraq biz mütəmadi tədbirlər keçiririk. İstiham amfilasını nəzərə alaraq insan alverili maruşaq mençiliyi bir növdə insan alverili sahəsində daxil olur. Çünki Azərbaycan Respublikası bir insan alverili deyil, transit sistemində bu dövlətin istifadə. Yəni bu bizim belə əməyin istifadə və digər formalı istifadə. Ona görə də sözü istəyən tərbiyəçi olaraq Namin müəllim verir, buyurun Namin Ona görə də biz dövlət olaraq 28 il 2005-ci ildə Azərbaycan Respublikasının
insan abilərlə qarşı mübarizələrlə bağlı qanun qəbul edilmişdir. Bu qanun onlara yardım göstərməsi məsələlərin tanzim etməsindən ibarətdir. Və biz ümumi fariz məzmununa girişlərimiz ümumiyyətlə birinci insan abiləri duyanda nə başa düşürlərdir? İnsan abiləri mübarizələr İnsan abiləri zor tətbiq etmə həvəsilə və zor tətbiq etməklə hələ qorxu və ya digər məzmunlar üçün maddi və sair qiymətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədində cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi və vasitəsilə olan hərəkətlərin hamısı insan abiləri kimi başa düşülür. İnsan əsas prinsipləri, insan abiləri qurbanlarının cəmiyyətdə ayrı seçkiyə məruz qalmasının qarşısının alınması, insan abiləri qurbanlarının təhlükəsizliyini və onlara nəzarət olunur. İnsan abilərinə qarşı mübarizə üzrə Azərbaycanda milli ifadə planı hazırlanmışdır və milli koordinatordur. Milli fəaliyyət planı həyata keçirilməsi üçün məsul şəxsdir. Deməli, insan abiləri məsələlərdə bütün xidmətlər verilməsi göstərilir. Xüsusi məsələlərdə hər hansı bu xidmətlər göstərilməsini yol verilir. İnsan onlara təmin edilməsi, onlara təhlil salınması, tibbi, psixoloji, sosial bir yardım göstərilməsi üçün yaranır. Sınırlıqlarda insan abilərinin qurbanlarına razılığı ilə həyata keçirilir. İnsan abiləri qurbanlarına yardım məsələlər yaradılmışdır. Keçirilməli insan abiləri qurbanlarının yolu yardımın göstərilməsi, onların təhsilinin davam etdirilməsi, psixoloji reabilitasiya və psixoloji korreksiya İnsan abiləri insanın hüquq istifadını alan əsasında bugünkü gün statistika zamanında məsələn bunu sizə hansı ki mən sizə fərqləndirəcəm ki, məsələn hər hansı insan qurban olursa, onun status müəyyənləşən onun standart dövlünə kimi artıq yerləşdirdiyi birbaşa olaraq tartışlar. Bugünkü listə Rusiya digər dövlətlərin çox sayılı işlər, məsələn, əmək istismarı olur, sənədlər götürülür və ilk əməli düz şirkətlərdir. Mümkün düz şirkətlər var. Baxın, biz tədbirlərdə ölkə fəaliyyət planları əsas 10-11 sektorlarda, tədbirlərdə insan hüquqlarının qarşılamasında tədbirlərimizin məqsəddir. Məqsəd cavab insanlar işahı altında işahlar. Bugünkü məsələ bu çox sayıda elanlar digər dövlətlərdən, digər məsələlərdə dövlətlərdə və bu qaçırılması bugünkü məqsəddir ki, bugünkü gələn teknik alanında gələn tekniklərin tarixdən əksəriyyəti bu sahədə insanlar alınmamışdır. Ona görə hər bir məqsədimizdə əsas gələn tekniklərlə bağlı araşdırma bağlı iş teknikləri, cavabında tərcümənin tarix görülür. Onun yeri müəyyənləşdirmə lazımdır. Əsas gələn tekniklərin dövlətin mozulduğu səfirlik vasitəsilə müəyyənləşdirmə lazımdır ki, bu iş teknik varmı, bu iş teknikimiz hansı dövlət qurumunu həyata keçirir, kim həyata keçirir? Mümkün ki, orada əsl ölkəni çıxaramaq örgü qanunun mümkün deyil. Əsl səhəli keçirilən artıq bizim əli çatır, dövlətin əli çatır və digər qurumlar əli çatır. Artıq ona dəyən ziyan baş verdikdən sonra gelir. Ona görə məqsəd olacaq. Bugün müalicəmizdən məqsədlər ki, bugünkü cavab gənclərimiz, işahlarırsa, xarici dövlətlər üzrünüzü və yaxud da təhsil olacaq, xarici müalicədə. Orada insan hüququnu çevirir. İnsan hüququnu hər insan çevirir. Heç kim deyə bilməsin, məsələn, mən yaşlılar, məsələn, insanlıq deyil, insan hüququnu hər insan çevirir. Çünki insan hüququnu bağlı elə profesional olur. Elə profesional işçilər, onun belə götürəklə ən də yaxın siviyazda əlaqələr yaxınlardır. Onun elə qurbanı çevirməklə belə götürək, onun maaşı insan hüququnu mühafizəməlidir. Və yaxud da bir insan var, insan bir insan, sağlıqlı insandır, onu alında oparmaq olur. Ona görə də əsl məqsədir ki, digər insanlar baxmaq ki, insan gələcəkdə işə bağlı iş axtaranda insan hüququnu çevirməksə, ən çox turizm şirkətlərdə, böyük məsələn, turizm şirkətlərdə qanunvericiyə görə hamısı hesabat verir ki, burada vakansiyalar, hansı xaricdən gələn vakansiyalar, hamısı artıq dəyişməlidir, hansı ucuzda harda təklif gəlirsə, təklifi səfirlik vasitəsində, konsul vasitəsində müəyyənləşdirmək lazım ki, həmin şirkət, həmin nəsil var.
müəyyənləşdirib getmək olar. Və eyni zamanda da bu şirkətin verdiyi işin görə qanuna uyğun olmalıdır. Belə bir hallar var. İndi insan görürsən bir saatində uşaq keçir. Bugün en çok rastlaşmamız bir qanunvericidə bugün bizim de polisdə icraatında müəyyən bir adətlərimiz vardır. Qəbanışlarla müəyyən qəzində var. Sərt tədbirlər yoxdur. Çünki uşaq müəyyəndirilir, uşaq məsələlər uzun müddətki qazı uşaqlarla iştirak edirlər məhkəmədə, polisdə, uşaqların bildirilməsində, uşaqlar şərtli olaraq qonular, bir vətəndaş, bir yan telefonu, yəni şərtli olaraq digər toplumda sanatçılar uşaqların kirayə verirlər, bunu istisarlar məsələ tamamı başarılı olmuşdur. Uşaq müəyyənisinin qarşılanmasına bağlı. Təbii ki, bu inzibatlı qaydada həyata keçir. Çünki valideynlə belə bir qanunda təbii ki, valideynin məlumatına bağlanması var, amma milli alətə görə hamısının valideynin məlumatı deyil. Ona görə yeni məncə işlədik ki, qanunvericiliyə müəyyən dəyişikliklər yəni ki, bu yaxınlarda bir dəyişiklik olacaq ki, sırf valideynin qanunlarına, valideynin məlumatına, valideynin həyata keçirməsinə bağlı ki, hansı ki, həmin valideynin uşaqların bilməsində birbaşa iştirak edir və eyni zamanda uşaqların məcburi işə cəlb etməsində var. Təbii ki, təsərrüfatlar uşaq dəstək olmalıdır, amma bu o demək deyil ki, onun təhsildən digərinin yayınlamalı, onun təhsil altında cəlb etməli, bu onun iqtidarları biləndir. Uşağın təhsil hüququ var, təhsil almalıdır, oxumalıdır və eyni zamanda onun əməyi 15 yaşında təhsil almalıdır. Üzr istəyirəm Fatma, uşağın əmək istismarı gəlib çıxır insan adı. İnsan adı kateqoriyasında tək cinsi istismar deyil. Əmək istismarı, burada tanıdır var. Bəli, əmək istismarı var, cinsi istismarı var. Amma məsələ hüquqətdə fahişəyə cəlb ayrılma istismarı var. O qanunlar. O belə insan verilir. Çünki insan verilir sırf insanın hərəkət məhdudlaşdır. Yəni ki, birbaşa çıxışından olur. Əgər bir insan ki, əldə müalicətin var, çıxışından varsa, hansı məsələn, farklı bir müalicə, insanın çıxışında o insan verilir sahib, artıq o bir əxlas həyat o inzibatı dərəcədə gəlməlidir. Amma insan sırf belə bir, onu şantaj tutmur. Onun məsələn, hansı bir həddə altında saxlayırsa, o insanın sahib. Ən çox yeri Azərbaycanda çünki qanunvericilikdə mümkün bunu həyata keçirir digər dövlətlər. Digər dövlətlər sənədlər götürülən zaman onun şəxsi müəyyənləşmə mümkündür. Ona görə biz həmçinin söz edirik ki, kimsə gedir sadəcə həmçə bir müsbət sənədləri saxlanması. Hər bir sənədlər bir müsbət mütləq saxlanmalı. Sən ihtiyar edir, sən ihtiyarsa kimin o şəxsi müəyyənləşmə? Şəxsiyyət vəsiqəsi alınmalı deyil. Mən bir şey soruşum. Bizdə Azərbaycanda rəsmi məlumat başlanır. Azərbaycanda bu qədər insan adı qurban var. Bizdə insan adı qurbanı belə bir sığınacaqda artıq ona yaxın qurban var. Qurbanda hansıda qoruyan qurbanlar var? Qurbanda tarihdə yerimiz var. Bizdə daxil şərtlərinin sağlıqlarının mübarizələrinin sığınacaqı sırf istismardır. Məsələn, insan istismarlı fəaliyyətlərində icazlar gəlibsə, artıq istismar dövrü, istismar daim edir ki, baxır istismarın ağırlığını. İstismar dövrü həmin sığınacaqda onun dövlət tərəfindən hər birinci dövlət Reabilitasiyası. Sonra da məsələn, psixoloji yardımlar, məsələn, ona bağlı təbii ki, bizim cəmiyyət. Məsələn, Suriyada keçən illər nə qədər gətirdilər və dağılmış uşaq, 14 uşaq idi. Bu hamısı yerləşdirdik. Bir məsələ, bizim cəmiyyətlə insan hüququnu qəbul edir. Adaptasiya məsələsi var. Onun tezdən o cəmiyyətlə iş yer tapılması var, onun anonimliyi var, bu anonimlik əsasıdır. Biz tip məsələlərini keçəndə çox texniklərlə bildiririk ki, insan qurbanı gəlirsə, onun lazım deyil adam arasında demək ki, falan kəsdirməsə. Amma insan anonimliyi həyatında özünü açdırmıyor. İnsan da yalvarlı olaraq, amma onun günahlı deyil. İnsan sağlıqlı olmalıdır. Yəni, onun üçün də elan demək ki, insan çox var. Məsələn, mən özüm səhiyyə üzrə təlimlər gitmişim. Bəzi təkdirlər, bəzi məsələ, burada insan səhvən anlaşılmadan bu oxuyanda bu bildirir olmazsınız. Anını korumalıdır. İnsan çıxmalı, dövlət də anını. Niyə ki, məşhur zorakılığıdır? Məşhur zorakılığıdır. Sonra hamısı olmaz. Məşhur zorakılığıdır. Çünki insanın
bizdə məsələn kişinin polisiya vermə qəbul olunur. Yox, indi hal-hazırda qəbul Yeni olunur. qəbul olunur məsəl içində. Amma qanunda məsələ yoxdur. Qanun kişi qanun yoxdur. Zorakılıq törətsə, mütləq yəni Son zamanlar şəxsən bizim özümüzün təcrübəmizdən danışıram. Kişi qanun verir, polisiya qanun verir. Aslında o gibi, yəni əvvəldə məsələn qəbul olunur. Yəni qanunvericisi kişi qanun yoxdur. Qanunvericisi söyləyən şəxs var, cəzalanmalı. Bir mənasında. Amma adətlər, mənələr var, müəyyən məsələlər var ki, onlar məsələn müəyyən məsələlər qarşısında yaxud erkən nigah özü insan olur. Böyük bir ən sık problemi erkən nigahdır. Bugün məsələn biz komitə bax həmin qanun dəyişilməsində mənə Bahar xanım Mustafa uzun illərdir biz Bahar xanım səy nəticəsində Milli Məclisdə qanunu dəyişildi. Bir iyul 1-dən qohumun yaxın qohumların var, nigahların var. 7 ilə 18 yaş məsələsində nəzərə alınır. Onun uzun müddət biz çox belə bilir. Yaxın qohumlar niyə edildi? Çünki bu da bir məcbur nigahdır. Vaxtında məsələn, tutaq ki, bir uşaq, nənə baba, kimsə birini adlayır. Uşaq böyük, salsın dəyişir, istəmir başqa sənə deyil. Amma burada büyük məsələsi də var. Bir məsələ, iki məsələ almasın, qalsın, ən yaxşı var. Məcbur Başqa olduğuna, o qardaşın olduğuna. Bu məcbur nigahın daxilində bu da bir insan alıqdır. Çünki insan məcbur nigahını ağlardır, edirsə, artıq onun iradəsiz olur. Bu nə baş verir? Boşanmalı. Yəni, insan birlikdə yaşamaq. Bu da belə bir boşanmalar sahib artırsa, artıq bu da bir təkamül. İkinci də böyle, tibbi tərəfdən. Doğulan uşaqların bir çoxu xəstəliyinə gəlir. Talasimiya. Azərbaycan, bax, bu da mən statistika rəsm olaraq, mən özüm uşaq olsun, rəsm olaraq bir tiplə beraber edəcək. Talasimiya xəstəlikləri, bir sıx xəstəliklərin yarana səbəbdir, qan olma yarana səbəbləri. Bir səbəb də bu. Bir səbəb sonsuzluqdur. Bu səbəbləri biz sosial tədbirlər məsələsi baxın. Dövlət tərəfi araşdırmalar, o qədər araşdırma aparıldı ki, məlum oldu ki, köprülər çox yerə dayanır. Axır onun üzərindən qanunverici dəyişimlə bağlı bir qanun dəyişimləri və erkən nigahın qanunları. Erkən nigahda erkən nigahın potensial insanlıqdır. Artıq insan məcbur nigahda artıq insan bunu yaşamırsa, insan qurbanına çıxır. İnsan qurbanına insan işləri sığınmalı bazı insanlar yaratır. Mesela insan yerine problemi var, sığınmaya yaratır. Onlar o profesyonallık verir. İnsan özündən istifadə edir və onun güçlü vəziyyətinə manipülyasiya edir və onu həmin cinayət orqanına çıxarır. Bu da əsas tədəyirlər gəlir. Vaxtında ailələrdə qoyulan problemlərdir. Hər bir valideyn qanunu konstitusiyada göstərir, qanunvericilikdə var ki, vəsə olmuş. 18 yaşında uşağın görülür tanımalı. Bir başa valideyn qurlardır. Və eyni zamanda ona təhsil edir, eyni zamanda onun yaşaması üçün şərait yaratır. Və onun sağlam böyüməsi üçün. Əfsuslar olur ki, valideyn yılların keçirməsindən bağlı məktəblər problemi var, valideynlərin qurlarının bitirməklə bərabər eyni zamanda uşaqların təhsilin yayılması, tibbi tərəfdən. Məsələn, büyük valideynlər var ki, uşaqların tibbi mütəmmadına aparmır. Maşını keçir. Sınavlar salmışdır, 8. Aralar arasında 8. Ən ağırı su əslində, su olaraq tam xəyatlar, məsələn, evdə məsələn gələn evində hamısı bunlar uzun hallar, özünün işçisi olduğunu bilir. Bunlar bir başı mütəmmələr olacaq. Təbii ki, biz maksimum dərəcədə davam etməklə, valideyn səhvlərini səhvləşmək, valideyn səhvləşmək. Biz belə təklif istəyərik ki, şəxs deyil. Ona görə bunların bir başına. Uşaq böyüyüb gələcək, ya cinayətkar olur, yəni uşaq. Çünki oğlan uşaqlar var, çətin tərbiyə olunur, nəyə görə üçün vaxtında valideyn baxmır. Daha məsələn, belə gedir. Rayondan Bakı dairəsində danışır. Uşaq nəzarətdə kimi iştirak edir? Uşaq nəzarət Bakı yeri, şəhər Bakı yeri, metropol şəhərdir. Bütün kriminal yeri. Sırf o məhkəmə, polis, mən özüm 2 mərkəzdə işləmişim. Ən çətin tərbiyə olunur uşaqlar müdafiələr gələcəklər. 5 il rəhabilitasiya mərkəzi rəhbər olmuşam. Eyni zamanda da ondan sonra problem dəyişib, zorakılıq mərkəzi almış insanlar işləmişim, 8 il. Yəni, mən bilirəm ki, bunların hamısında var, kökündə valideyn qurur və insanlarla bağlı da istədim sizin də bir fikirlərinizi alın, baxın. İzah verdikcə xatırladım. Deməli, bizim kəndlərimizdən birində bir dənə ailə
Suriye'ye getmişdi. Kəndlərimizdən birində bir dənə ailə Suriye'ye getmişdi. İlk öncə ailənin böyüyü getmişdi, atı getmişdi Suriye'ye. Sonra öz oğlunu aparmışdı Suriye'ye, böyük oğlunu. Və orada hər hansısa bir, belə deyək də, müəyyən şeylərin, orada belə deyək də, qruplaşma olur. Qruplaşmaların rəhbəri olmuşdu ata. Oğlu da həmin o qruplaşmada rəhbər idi. Sonra ana əslində yoldaşını yox, oğlunu geri qaytarmaq istəyirdi. Ata oğluna deyir, yoldaşına dedi ki, mən belə onu göndərə bilmirəm, gəl apar. Həmin qadın bura zəng eləmişdi, bir nömrə ilə tapmışdı ki, mən evdən çıxmıram. Bax, mənim dedi, əlində tüfəng kimi, tapanca mı, nədirsə, avtomat mı, oğlum güdür. Deyirlər, əgər bu evdən çıxsa, səni vuracaq. Demək, Allah'ı aparıblar ki, gəl. Sonra da bunun adından o bura bir nömrəyə zəng olmuşdu ki, burada bir oğlu qalmışdı. Ona məlumat verir ki, bura gəlməsin. Mənim ölüm xəbərim belə gəlsə, bura gəlməsin. Məni burada zorla tuturlar. İndi təxminən üstündən mən düşünürəm ki, bir 20-23-24 il keçib o haqq hesabı. Siz təsəvvür edin, buradakı ailənin vəziyyəti deyil sizə. O qadın o vaxtı zəng elədiyi nömrə var idi. Həmin nömrəyə heç vəziyyət çatmırdı. O dəqiqə belə deyək də, itkindir, şəhiddir, əgər gəlməyibsə, itərdir, bir mahkumlar adamın gözü bütün günü gəzəcə tapacaq. Yəni, axır vaxtda bu Kərbəzərdə zaten televizorda baxanda görürsünüz, o itkin, o 93-də itkin olmuş şəhidləri gətirənlər, hamı gözünüz yoldan yığıldı. Bu gözün yoldan yığılmaq məsələsi var. İş açılacaq, cinayət iş açılıb, belə haqlarında həbs qəti imkan tədbiri seçiləcəkdir. Ona görə heç kimə nə məlumat verilirlər, sağlarını, sağ deyirlər, yəni bizə də belə haqqımız var. Xəyal haqqı. Bölgənin çıxdığı artıq əcdanın bir birdən azalmış. Artıq bu insan həyatı, məhdudluq, fərqsələ məhdud, yəni artıq bizim cəmiyyətlə məhdud. Məsələ olsun. Ona görə də yəni məqsəd olsun ki, uşaqlarla şartlardan zaman, ümumiyyətlə yaxınlıq, toplumun, kimsə şartları, ana götürəklərimiz varsa, ilk öncə o, həmin ölkənin, həmin səfəri, həmin konsulluğu, internet vasitəsilə müəyyənləşdirmək iş yeri, hansı iş yeri, nə iş yeri, tam detallı müəyyənləşdirmək nasıl olacaq? Buyurun, sual lazım verirsiniz sizdən. Sanal veri, ondan sonra erkən nicah, zorakçılıq, bunlar hamısını dini radikalizm gənclər arasında müzakirə olmaq, necə də maarifləndirmə məqsədi ilə. Bizim məsələ səlahiyyətimizdə onları cinayət məsuliyyətinə cəlb etmək, cərimə etmək bu şeylər yoxdur. Ancaq biz gənclərimizi maarifləndiririk. Bu gözəl mövzudur, deməli, insana verilmə qarşı mübarizə. İnsana verilmə qarşı mübarizə, biz indi ailəlikdə biz də müəyyən ailələrə gedirik, qonaq gəlirik. Bu orqan köçürülməsi və bizim səhiyyəmizin uğurudur. Sevinirik ki, məsələn, xarici ölkələrdə özümüzün Azərbaycanımızda məsələn bu proses əməliyyat keçirilir. Amma ki, ailələrdə ən çox bu əməliyyat həyata gələndən sonra uşaqları qorudular. Amma bu uşaqları nə qədər qorunmaq olar ki, məsələn də 15 yaşında uşağın əlindən tutun onu məktəbə aparmaq, məktəbə gətirmək, yəni qeyri-mümkündür. Onun özünün sərbəst, məsələn, fikirləri var, sərbəst yoldaşları var, özünün əhatəsi var. Onu öyrənmək istəyirdim ki, insan benim qurbanların neçə yaşı, tarixiyyə necədir? İnsan qurban nədir? Etibarını suistifadə. Yəni, bugünkü gün, məsələn, mən tutaq ki, problemim var, məsələn, bir insana yaxınlaşıram ki, mənim problemi həll etməyə. O insan bir problem var, məsələn, tutaq ki, Türkiyədə bir gözəl həyat var, iş var, gözəl həyat, məsələn. Mən də, məsələn, sosial bir çətinlik içində olan insanam, çalışıram ki, yanıram, yaxın olur. Biz statistikə baxsanız, insan verisinin alverişlərinə, xalarınızı, əmrinizi, dayınızı, valideyn, analı bularsınız. Bu kateqoriyada bular, yəni bunun uzağı belə götürək, dostunun dostu deyil. Çevirə, yaxın oldular. Bax, biz inanırıq ki, insan da bu da mənə görə yanı məsələsində iş axtarı xaricdə çalışır. Amma nə baş verir? İnsan Allah'ın məsələ gedir, ötə keçən kimi keçdirsə, yəni digər insana aparıb satırlar, ən sonra satılır insan. Satılır, həm insan da onun pul məbləğini alır insanlar olacaq və onun sənədlərini alır.
və insanın alışır. Yaş həddi yoxdur. Yaş, insan var ki, insanın maariflərini, təhsilini alsın. İnsan var 18 yaşında təhsil adamdır, günlər görüşü var, insan durmanı işə bilir. İnsan var ki, 50-60 yaşında olur, təhsildən zeyifdir. Dünya görüşü insan durmanı işə bilir və insan durmanının yaş həddi yoxdur. Hər an əməyin istismarı da var. Tək cinsi, məsələn, əməyin, məsələn, insanlar Allah'ın bunu vermir, işlətə bilir məcburdur. Bu da insan durmanı. Böyük yaşamı sərb edə bilir, amma uşaq, məsələn, 35 yaşında, 18 yaşında bu uşaqlar, 35 yaşında adamın işini görürlər. 35 yaşında adam 25 martda işləyirsə, 18 yaşında olan uşaq 10 martda olmasa işləyir. Əmək istismarı. Onlar o cərbi imkanlarda üzr istəyir. O qədər fırıldaqçı, profesional. Ondan bəlkə də bir-iki yerində mən, məsələn, əhatəyə biraz mən nəzərə götürürüm ama o qədər belə inandırıcı, belə çox da artıq o asılı qalır. Bilmir ki, evdə düzgün yol göstərməni seçsin, yoxsa bunun bu işə cəlb eləyənə seçsin. Çox ağırlı sahədir ki, Daxilişlər Nazirliyinin səhifəsində 20-25 qanun vaxtlaşlar. İnsanlar. Hamısı qanun. Hamısı axtarışdır. Daxilişlər səhifəsini girsən deyir, adı siyahı çıxacaq. Cümle insan ve vətəndaş, insan ve cinayət işlərdə cəlbəni, axtarışdır, baxırsan siyah, hamısı qanun. Yaş həddi 30-50 arası, 25-50 arası alverçilər var. Hal-hazırda cinayət işləri ölkədə xarici övrətlərlə, istismarında bura gəlir, Müslüman da gəlir. Yəni, bugünkü gün problem odur ki, insanın etibarını üstündə Allah'ın. Yəni, məqsəd, ona gəlməyəcək, nəsə məqsədlər deyil. Bu insandır, mən də bugün, məsəl üçün, uşaq olsam da, sosial problem aşağı düşdüyündə ehtiyac iş axtarır. Məcbursan, hər bir tək istilərində da iş İndi insan da yaxın dostu gəlir, iş var, məsələn, gedir iş axtarır. Mən də inanır, məsəl üçün, benzetmə gedirəm iş almışlar. Nə başlayır? Keçən gün aparırlar məcbur işlətində, orada donuz fermiyalar var, məsəl üçün, o qədər akbar, Rusiya və Qazaxıstan vətəndaşları keçən tapıldı. Donuz fermiyalar işlətində, donuz ürünü, hətta donuzun ürünü yemiyorlar. Onun üstü bu istidaklar açılır ki, mövzun işlətləmişəm, istidaklar yəni indirilmədə. Donuza belə nə yemiyor? Bura. Məcbur əl-ayaq bağlı, telefon yönüsünə heç çıxış yox. Elə biz qadın kişilər gəliriz, əməyin istismarı. Orqan transportasiyası, orqan, aparır bizdə şəkil, yine o insan beyni işdir, arqanı çıxarır. Daha şəkil, orqan transportasiyası. Sonra qatanlar, bunlar hamısı nə baş verirsə, insan həyatı məhv edəcək bir şeylər. Narkomaniyadır, insan olmuyor. Bunlar hamısı birbirine bağlı sahələr. Biz gece-gündüz çalışırıq ki, uşaqlarımıza, ailələrimize, övladlarımıza ki, bunların qarşısına olan narkomaniya, insan qarşısına tədbirlər veriyor. Amma təbii ki, gəlir, məsəl üçün, istər İran tərəfindən, istər digər tərəfindən narkomaniya gəlir, aparımız, istismarlı insanlar, bunlar istismarlı məsələ, təhsil insanlar, biz özümüz varsa anlıyor. Biz özümüz onumuzda, yanında, hadisələr, məlumat vermeliyiz, hansı transformasyon, bir təhsil gəsədirlər, ehtiyat var, mütləq məlumat verirlər. Yaxın qonşu, yaxın məlumatın qarşılanması var. Hər şey məsələn dövlətdən, təbii ki, hüquqi tərəfdən fəaliyyət olan dövlət hesab olur. Amma hər birində bir rejim başlıyor, polis topuyor, dövlət dayanmayacaq. Yaxın erkən digər məcburiyyətdə Allah özünü uşaqdan da var, bir çox böyük məcburiyyət. Bunun məsələn, gecə dövlət görə bilməz ki, onu görə artıq yaxın olacaq, qonşu olacaq, qohum olacaq. Belə hadisələrin ustaşlaması üçün mütləq imanası olacaq, məlumat verir. Çünki insanın həyatı tərəfində. Ona görə məqsəd nədirsə, məqsəd deyil bu tərəfə keçilməsi. Siz də sizə çıxdırır, siz də paylaşırsınız. Siz paylaşdırırsınız, məqsədini sizə çatdırmaya varmasınız. Siz də beni gözləmişsiniz, oxumuşlar. Benim problem var. Bazı arkadaşlarımın mütəbbiqini qaytarır. Sağlıqlı var. Adını rahat səhvdir. Hər bir sağlıqlı
veya mesela hansı bozma ihtimalı qarşısında məlumat verir. En azından bir insanın hayatı bu uşaq, 15 yaşında uşaq, yani yetkiyi olsun, anlamı. En azından bir insanın çıkarırsınız. Allah'ın çok sağ olun. Yani bir insanın hayatına məhvəl çıkarırsınız. Məhvəl onu səhvə kullanır. Belediye geleceğinden, belediye geleceğinden. Buyurun, yani sorular var, size Teşekkür ederim. Çok sağ olun. Allah razı olsun. Əziyyətinizi hava edin. Belə deyək də, əslində ki, bütün tədbirlərdə, təlimlərdə mütləq şəkildə nəsə öyrənirik. Bir də hər birə təşəkkür edirəm gəldiyiniz üçün. Çox sağ olun. Mən sizə təşəkkür edirəm. Hər ikinizə təşəkkür edirəm. Bizim rayımızın bizlər belə bir tədbir təşkil edildiyinizə görə həm rayımızın adına, həm rayımızın